Qardaşlar köməklik eləyiblər. Burada sahurun verilməsi üçün, o başdanın verilməsi üçün köməklik eləyiblər. İndi də eləyirlər. Elhamdülillah. Şükür olsun Allaha ki biz üçünü də inşallah, yəni bundan sonra ikisini də verəcəyik. Allahın köməkliyi ilə öz köməkliklərini göstəriblər. Allah Teala onların malına bərəkət versin inşallah. Onların Peyğəmbər və əhl-i beyti ilə məşhur olmasına xatir Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. İbadətə mani olan, ibadətə ləzzət almaqdan, ibadətin şirinliyini duymaqdan insanı məhrum eləyən problemlərdən biri də riyadır. Riya. Riyanın mənası yəni özünü göstərmək. Bəzən insan elə iş görür ki, istər-istəməz görsənir. Onun eybi yoxdur. Amma sən o işi o məqsədlə görməyəsən. Biri gəlir İmam Baqir əleyhissalamdan soruşur ki, bəzən deyir, insan bir xeyir iş görür, başqaları onun etdiyini görür. Bir əməl eləyirsən, başqaları da görür, sənə xoş təsir bağışlayır ki, başqaları sənin xeyir işini bildilər. Sən sevinirsən buna görə. İmam Baqir əleyhissalam buyurdu, eybi yoxdur. Hər kəs istəyir ki, cəmaat bilsin ki, mən xeyirli adamam. Hər kəsin daxilində Allah Teala onu qoyub ki, insanlar bunu yaxşı insan kimi tanısınlar. Pis insan kimi tanımasınlar. Xeyrxah insan kimi tanısınlar. Bu təbiidir, insan təbiətidir. Amma sən o işi görəndə o məqsədlə görməyəsən gərək. O işi Allaha xatir görəsən. İndi Allahdır, səni məşhur eləyir bütün dünyada. Səni yaxşı insan kimi məşhur eləyir bütün dünyada. O Allahın işidir. Sən ona görə iş gör, Allaha xatir iş gör. İndi sonra yayılacaq, yayılmaz. Allah ondan sonra səninlə nə inəyəcək? Bırax Allahın öhdəsinə. Bunun eybi yoxdur. Amma insan bir işi Allaha xatir yox, nəyəsə xatir, yəni qeyri-Allah, qeyri-Allaha görə görsə, o riyadır. O şirkdir. Riyadır, kiçik şirkdir, hədisdə var. Peyğəmbər buyurur, əməldə əgər zərrə qədər riya olsa, Allah onu qəbul eləməz. Allah buyurur ki, hədisi qudsidədir, Peyğəmbər buyurur ki, Allah Teala buyurur ki, mən ən yaxşı şərikəm. Yəni, mənası nədir? Kimi Allahla şərik elədin, əməl eləyəndə şirk qoşdun. Yarısı ona xatir, yarısı da Allaha xatir. Əməl elədin, Allah Teala deyir ki, mən yaxşı şərikəm. Öz payıma düşəni də verirəm həmən insana, həmən o şəriki, kimi mənə şərik qoşmuşdun. Verirəm insana, deyərəm ki, qiyamətdə get ondan al. Mən öz payımı vermişəm ona, məndən alma. Sən çünki məni şərik elədin ona, mən də yaxşı şərikəm. Verdim ona. Hamısı öz payımı da verdim, get ondan al. Qiyamətdə sənə deyəcək. Qiyamətdə kimdən alarsan? Ona görə riya həm qorxuludur, gizlidir. Peyğəmbər buyurur, riya o qədər gizlidir ki, zülmət bir, qaranlıq bir otaqda o qarışqanın ayaqları ki, görünməz təbii ki, qarışqa özü görünməz. Amma deyir ki, o qarışqanın ayaqları qədər gizlidir, o qədər təhlükəlidir. İnsan onu görə bilmir. Amma sonra fikirləşəndə görür ki, yox, burada riya var idi. Burada qeyri-Allah var idi. Qur'an-ı Kerim buyurur, Ya eyyuhəl-ləzīnə əmənu, la tubtilu sədaqatikum bil-mənni vəl-əzə kəl-ləzi yunfiqu mə ləhu ri'a'ən-nas. Deyir, öz yaxşılıqlarınızı minnət qoymaqla, əziyyət verməklə puça çıxartmayın. Bir insan bir yaxşılıq eləyir, sonra minnət qoyur. Deyir, o bütün yaxşılıqları yandırırsan. Sonra Allah Teala misal vurur. Deyir, bu bənziyir riya ilə iş görənə. İnsanların gözünə görünmək üçün bir iş görərsən,
O puçdur. Ondan heç bir şey ələ gətirə bilməzsən. Allah Teala Bəqərə surəsində digər ayədə misal vurur. Deyir ki, riya eləyən insan bilirsiniz nəyə bənzəyir? Böyük bir daşdır, daşın üstündə torpaq və bu torpağın üstünə leysan yağışı yağır, torpağı yuyur aparır. Nəticədə heç nə qalmır orada. Deyir, bax, riya ilə edilən əməl buna bənzəyir. Heç bir şey əldə edə bilməzsən. Yağış gəldi, süpürdü, apardı. Riya odur. Əməldən zərrə qədər saxlamır sənin üçün. Amma əksini də misal vurub. Deyir, amma Allaha xatir, Allahın razılığına görə iş görənlər isə elə bir dənədir əkirlər, toxum əkirlər, sümbül, bir buğda əkirlər, o sümbül olur. 7 dənə sümbül çıxır. Və 7-sində, hərəsində 100 buğda dənəsi. Olur 700. Allah yolunda verilən mallar bu cür çoxalır. Birini versən Allah 700 eləyər. Çox maraqlı bir hədis var burada. Hədis Peyğəmbərdəndir. Buyurur ki, qiyamət günündə riya eləyən insana xitab olunacaq. Neçə cür xitab olunacaq? Müraciət olunacaq. Məsələn, Allah Teala bəzi insanları deyər ki, mənim salih bəndələrim hardadır? Gəlsinlər. Mənim səbr edən bəndələrim hardadır? Gəlsinlər. Mənim yolumda şəhid olan bəndələrim hardadır? Gəlsinlər. Hansı? Bir də çağlar kafirlər hardadır? Facirlər hardadır? Fasiqlər hardadır? Hansı? Münafiqlər hardadır? Deyir, bax, riya eləyənə 4 cür xitab olunar, 4 adla. Ya kafir, ya facir, ya qadir, ya xasir. Yəni, ey kafir, facir, yəni pis iş görən, qadir, yəni yalancı, aldadan, xasir, yəni ziyan eləyən, hər şeyini itirən. Gəl. Bax, riya eləyən insana bu cür xitab olunacaq. Deyir, bir nəfər ibadət eləyirdi, həmişə gəlirdi, birinci cərgədə dayanırdı. Təzdən gəlirdi, birinci cərgədə dayanmaq üçün gəlirdi, dururdu. 30 il bu cür ibadət elədi. Ondan sonra günlərin birində gecikdi, gördü ki, birinci cərgədə da yer yoxdur. İkinci cərgədə oturanda biraz buna ağır gəldi. Baxırdı o tərəf, bu tərəfə də baxım, cəmaat nə deyər mənə? Mən həmişə axı birinci cərgədə durmuşam. İndi ikinci cərgədə bunun ürəyinə biraz ağır gəldi. Sonra başa düşdü ki, mənim 30 illik namazım getdi hədər. Mən o birinci cərgədə dayanmağa xatir durmuşam. Hansı ki, onun halında təfavüt eləməməli idi. 1 ya 2. Allaha xatir edilən işdə təfavüt olmamalıdır. Amma bu adama pis gəldi ki, ikinci cərgə mənə nəsib oldu. Əlbəttə, savab məqsədi ilə desəydi, eybi yoxdur ya, birinci cərgədə savab çoxdur falan. Amma bu adam yerə xatir elədi. Ona görə getdi, 30 illik namazını qəza elədi, təzdən qıldı. Mədinə küçələrində bir ağa öz qulunu döyürdü, qamçı ilə vururdu. Bu da deyirdi, əuzu billah, bu qul, Allaha sığınıram, Allaha sığınıram. Nə qədər deyirdi, Allaha sığınıram, ağa əl götürmürdü, hey vururdu, hey vururdu, hey vururdu. Gördük ki, küçənin o başında Peyğəmbər gəlir. Dedi, əuzu bi Muhammed, sallallahu aleyhi və aleyh. Yəni, Peyğəmbərə sığınıram, bu əl götürdü. Gördü ki, Peyğəmbər də gəlir, əl götürdü. Peyğəmbər bu səhnəni görəndə çox əsəbləşdi, nigaran oldu, gəldi, ağaya müraciət elədi ki, o bayaqdan deyirdi, əuzu billah, sən sığınacaq vermirdin ona, əl götürmürdün. Amma elə ki, dedi, əuzu bi Muhammed, sən əl götürdün. Hansı ki, Muhammedin Allahına sığınan insana pənah vermək, Muhammedə sığınan insana pənah verməkdən daha qabaqdır, daha üstündür.
daha real olmalıdır. Sən riya elədin. Ağa başını saldı aşağı, dedi, ya Rasulallah, Allah'a xatir onu azad elədim. Mənim qulumdur, azad elədim onu. Peyğəmbər buyurdu, and olsun məni Peyğəmbər kimi seçən Allaha. Əgər sən azad eləməsəydin, bu haldan cəhənnəmə gedərdin və cəhənnəm odu səni yandırardı. Bax, belə şeylərdə də riya olur. Allah Taala bizi riyadan uzaq eləsin inşallah. Allah Taala bizi müxlis bəndələrindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.